Salam, bugün sizinlə klonlaşdırma nədir, canlılarda klonlaşdırma necə aparılır, bunun haqqında danışacağıq. Deməli, ilk öncə baxaq, klonlaşdırma nədir? Klonlaşdırma, yumurta hüceyrənin haploid nüvəsinin kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurta hüceyrəyə yerləşdirilməsidir. Deməli, yumurta hüceyrə deyəndə biz bilirik ki, qametdən söhbət gedir və diploid orqanizmlərdə qamet haploid xromosom dəstinə malik olur. Və klonlaşdırma prosesinə yumurta hüceyrənin həmin bu haploid nüvəsini kənarlaşdırırıq, onun yerinə başqa bir orqanizmin diploid nüvəsini yerləşdiririk və bu prosesə klonlaşdırma prosesi deyirik. Deməli, bizim burada belə bir sualımız var ki, bizə deyir, klonlaşdırma nəticəsində əmələ gələn fərd hansı orqanizmə oxşayır? Bizim bu sualımızın cavabı həmin bu cümlədən bəllidir. Gördüyümüz kimi, yumurta hüceyrənin öz nüvəsi kənarlaşdırılıb, onun yerinə başqa bir orqanizmin diploid nüvəsi yerləşdirilib və belə nəticəyə gəlirik ki, əmələ gələn fərd diploid nüvəsini götürdüyümüz orqanizmə oxşayacaq. Və bundan əlavə olaraq burada bəzi məlumatları qeyd etmişəm. Deməli, 1996-1997-ci illərdə və ilk öncə qeyd edim ki, bəzi ədəbiyyatlar 96-cı ildən söhbət getdiyini yazır, bəziləri isə 97-dən. Mən də qərar verdim ki, hər ikisini qeyd edim. Deməli, 1996-1997-ci illərdə Yan Uelmüt və əməkdaşları qoyunun süd vəzisi toxumasının hüceyrəsindən alınan donor nüvəsindən istifadə edib klonlaşdırılmış Dolly adlandırılan dişi quzunu əldə etdilər. Gəlin burada Dolly'nin alınması ilə yaxından tanış olaq. Deməli, İlk öncə qeyd etmək istəyirəm ki, həmin bu klonlaşdırma prosesi imtahanda düşə biləcək mövzulardandır. Ona görə də qərar verdim ki, bu mövzunu izah edim. Gəlin baxaq, həmin bu Dolly necə alınır? İlk öncə yetkin bir qoyunun yumurta hüceyrəsinin nüvəsi çıxarılır. Baxın, burada gördüyümüz kimi bu yumurta hüceyrədir və onun nüvəsi burada kənarlaşdırılıb və onun yerinə həmin bu boş hüceyrə qalıb da nüvəsiz bir hüceyrədir. Onun yerinə başqa bir yetkin dişi qoyunun somatik hüceyrəsindən alınan nüvə yerləşdirilir həmin bunun içərisinə və burada da gördüyümüz kimi qeyd olunub. Və bu hüceyrə bölünür, bölünmə keçirilir, alınır ruşeym. Həmin bu bölünmə nəticəsində alınan ruşeym isə üçüncü bir qoyunun balalığına yerləşdirilir və daha sonra bundan da Dolly Findorset cinsindən olan qoyun əldə edilir. Əslində çox asan bir prosesdir. Sadəcə olaraq burada 3 qoyundan istifadə olduğunu çox gözəl şəkildə bilmək lazımdır. Gördüyümüz kimi 3-cü qoyun bu olacaqdı. 2-ci qoyun bu, birinci isə bu. Niyə? Çünki birinci qoyunun nüvəsi çıxarılmış yumurta hüceyrəsindən istifadə edirik. İkinci qoyunun somatik hüceyrəsindən çıxarılmış nüvəsindən istifadə edirik. Və burada bölünmə nəticəsində əmələ gələn ruşeym isə 3-cü qoyunun balalığına yerləşdiririk. Əgər bizə sual olunsa ki, həmin bu Dolly hansı qoyuna oxşar olacaq? Təbii ki, ikinci qoyuna. Çünki onun somatik hüceyrəsinin nüvəsi çıxarılıb və 3-cü qoyuna yerləşdirilib. Deməli, ikinci qoyuna oxşar olacaqdır. Və burada da Dolly'nin şəklini görürük. Deməli, Dolly haqqında məlumatlara nəzər yetirdikdə deyirik ki, Dolly bütün həyatını Edinburghdakı Roslin İnstitutunda keçirib. O, həmin institutda dağ qoçu ilə çarpazlaşdırılaraq müxtəlif illərdə 6 bala dünyaya gətirib. Dolly'nin yaşaması çox gözlənilirdi. Təxminən 11-12 yaşına qədər yaşaması gözlənilirdi. Amma Dolly cəmi 6 il yaşaya bildi və 6 il sonra öldü. Deməli, burada belə bir maraqlı bir şey fikirləşilir ki, niyə həmin bu qoyun 6 il yaşayıb, yəni 11-12 il yaşamalı idi normalda və araşdırmalar nəticəsində məlum olur ki, həmin bu Dolly somatik hüceyrəsi götürülmüş nüvədə olan yaş nə qədərdirsə, həmin yaşa malik olaraq doğulub. Yəni, somatik hüceyrəsi götürülən diploid canlı 6 yaşında olub və bundan da əmələ gələn Dolly ondan sonra 6 il yaşayıb. Yəni, bunun cəmi əslində 12 il eləyir. Sadəcə olaraq Dolly 6 il yaşayıb. 6 ildə onun nüvəsinin yaşı olub, əvvəlki canlının. Ona görə o cəmi 6 il yaşayıbdı. Əgər belə bir sual da olsa, buna uyğun cavab axtaracaqsınız.
Və klonlaşdırma təkcə qoyunlarda deyil, siçovullarda, həmçinin meymunlarda da aparılır, amma ən sadə forması meymunlardadır. İndi gəlin ilk öncə siçovullarda danışaq, daha sonra da meymunlarda. Deməli, siçovullarda necə olur? Gəlin nəzər yetirək. Burada şəklə çox diqqətlə baxmaq lazımdır. İlk öncə mayalanmış yumurta hüceyrələri dişi siçovulun yumurta borusundan çıxarılır. Baxın. Burada mayalama prosesini qeyd edib birbaşa. Mən də burada işarə edəcəm. İlk öncə siçovullardan qametlər alınır və mayalanma prosesi gedir. Həmin bu mayalanmış yumurta hüceyrə dişi siçovulun yumurta borusundan çıxarılır və daha sonra sınaq şüşəsinə yerləşdirilir. İnsanın boy hormonu daşıyan geni müəyyən üsullarla DNT-dən çıxarılır, ayrılır və sınaq şüşəsindəki mayalanmış yumurta hüceyrəyə yerləşdirilir. Gördüyümüz kimi insanın boy hormonu daşıyan DNT-sindən həmin o gen ayrılır və baxın burada DNT-dən gen ayrılıb həmin bu sınaq şüşəsində olan zigota, yəni mayalanmış yumurta hüceyrəyə yerləşdirilir. Və daha sonra yeni genotipli hüceyrə, baxın bu hüceyrə daşıyıcı, həmin bu daşıyıcı ana siçovula köçürülür və inkişaf etməyə başlayır. Deməli, nəticədə nə olur? Gəlin baxaq. Əmələ gələn siçovul, həmin bu siçovullar, gördüyümüz kimi bir dəqiqə, həmin bu siçovullar adi balalardan iri olması ilə fərqlənir. Gördüyümüz kimi burada iki nəsil qeyd edilibdir. Biri daha iridir. Təbii ki, bu hissədə olanlar iri olur, amma buradakılar isə kiçikdir. Həmin bu kiçiklərdən iri olması ilə fərqləndirilir. Niyə? Çünki ona boy hormonu geni ötürülüb həmin bu zigota. Və burada belə bir qeyd yazmışam ki, DNT analizi onu göstərmişdir ki, 3 nəsil boyunca siçovullar insanın böyümə hormonu genini daşıyır. Deməli, böyümə hormonu geni yeridilmiş siçovullar adi siçovullardan daha iri olub və bu da klonlaşdırma nəticəsində əmələ gələn fərqlərdən biridir. İndi gəlin meymunlarda klonlaşdırma necə aparılır, bunun haqqında danışaq. Deməli, ən sadə forması ilə meymunlarda aparılır. Niyə? Çünki danışdıqda indi siz də görəcəksiniz ki, həqiqətən çox bəsit bir formadadır. İlk öncə mayalanmış yumurta hüceyrə, yəni zigot mitoz yolla bölünür. Baxın, zigot bölünür və 2, bəzən deyə bilərik ki, 4, bəzən də 8, yəni 2, 4, 8 hüceyrə, yəni blastomer əmələ gətirir və həmin bu hüceyrələri, məsələn, bunu götürdüm. Həmin bu hüceyrələrin nüvəsi çıxarılır. Təbii ki, hər birisində nüvə olur. Həmin bu hüceyrələrin nüvəsi çıxarılır. Nüvələri kənarlaşdırıram. Nüvəsi çıxarılır və digər orqanizmin nüvələri çıxarılmış hüceyrələrinə yerləşdirilir. Deməli, həmin bu nüvələr çıxarılır. Başqa bir orqanizm var burada. Başqa bir orqanizmin nüvələri çıxarılmış hüceyrələrinə yerləşdirilir. Təbii ki, bu hüceyrələr çox sayda olacaq. Məsələn, 8 dənədirsə 8 sayda olacaq. İlk öncə nə oldu? Baxın, blastomerlər əmələ gəldi. Həmin bu blastomerlərdən nüvələr çıxarıldı. Nüvə çıxarıldı. Digər orqanizmin, başqa bir orqanizmin nüvələri çıxarılmış hüceyrələrinə yerləşdirildi. Və bunun nəticəsində inkişaf etdi, yeni orqanizmlər əmələ gəldi. Deməli, burada diqqət yazmışam. Nəyə diqqət yetirməliyik? Blastomerlər eyni genotipli olduğundan alınan yeni orqanizmlər tamamilə bir-biri ilə eyni olur. Çünki bir zigotdan həmin bu blastomerlər əmələ gəlib, hamısı eyni geni daşıyır və həmin bu nüvələr də çıxarılıb, başqa bir orqanizmin nüvəsi çıxarılmış hüceyrəsinə yerləşdirilib. Təbii ki, həmin o nüvənin geninin hər birisi daşıyacaq, çünki eyni zigotdan başlanğıc götürülüb. Gördüyümüz kimi, burada artıq ən sadə forması
bu şəkildə oldu. Çünki nə burada boy hormonundan istifadə etdik, nə DNT-nin alınması üçün orada üsullardan istifadə etdik, nə də ki 3 dənə qoyundan 3 dənə əlavə canlılardan istifadə etdik. Ən sadə forması buradadır. İlk öncə ziqot bölündü, blastomer əmələ gətirdi. Blastomerin nüvələri çıxarıldı, başqa bir orqanizmin nüvəsi çıxarmış hüceyrələrini yerləşdirdi. Və alınan orqanizmlərdə bir dənə bunu yadda saxlayırıq ki, bir-birlə eyni genotipdə olur, eyni geni daşıyır, çünki bir ziqotdan başlanğıc götürüb. Və beləliklə klonlaşdırma prosesini mən sizə izah etmiş oldum. Ümid edirəm aydın oldu. Növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.